Naxçıvan kimi yerlərdə siz ikinci adam olsan da heç nə eləyənməzsən. Birinci olmalısan. Doğru. İzah elə bildim necə? Sənə sədr icazə verməyəndən sonra və yaxud da kim icazə verir, sən 100 dənə layihə elə, get ki, bunu eləyək, bunu eləyək. Düzdür ya, yox, deyəcək yox. Düzdür. İndi məsəl üçün deyək, siz özünüz də xanım dönəmində işləmişsiniz də. İndi xanım dönəmində işləyən hamısına deyək ki, korrupsiyanı, rüşvətxor, vətənini sevməyənlər yox. Amma görürsünüz, biz deyirik orada inkişaf yox. Niyə? Çünki birinci adam xan idi. O nə deyirdi, o olurdu. Yəni birinci olmaq fürsət verir. Məsələn, mənim özüm uzun müddət Gənclər Təşkilatında sədr müavini olmuşam. Sonra sədr oldum. İkinci adam idim Gənclər Təşkilatında müavin kimi. Və yaxud da indi özüm sədrəm. Görürsünüz, məsələn, başqa partiyada müavin statusu, müavin deyildim. İndi tabii divan üzvüydüm. Yəni aşağı yuxarı rəhbər heyətdəydim. Deyərdilər ki, sən eləyərdin də o rəhbər. Amma birinci adam olmaq başqa şeydir. Qərar sənin əlindədirsə, imza hüququ sənin əlindədirsə, sənin imkanların genişlənir. Və mən ümid eləyirəm ki, o Fuad Nəcəflinin və yaxud da indi Vasif Talıbovun dönəmində edə bilmədiklərini, etmək istəyib edə bilmədiklərini yaxşı mənada burada eləyər.